Prezident administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətin detalları məlum olub. APA'nın etibarlı mənbələrə istinadən verdiyi məlumata görə Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. O, Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlikdən faydalanmağa çalışıb. Bu, Rusiyanın Azal təyyarəsinin vurulması ilə bağlı üzr istəyib təzminat ödəməkdən boyun qaçırdığı dövrə təsadüf edir. Ramiz Mehdiyev isə vəziyyətdən istifadə edərək öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu və bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb. Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda, bu il mayın 9-da İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Salih Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından biri hesab olunur. 87 yaşlı köhnə bürokrat dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Qeyd olunur ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Onun planı isə Azərbaycan və Rusiya prezidentlərinin düşənbə görüşündə ifşa olunub. Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib. Məlumatda bildirilir ki, Mehdiyev hələ Sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. O, uzun illər öz imkanlarından istifadə edərək Azərbaycan hakimiyyətində də Rusiyanın dırnaqarası dostları olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləməklərinə şərait yaradıb. Lakin Vətən müharibəsindən əvvəl Azərbaycanda Rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı. Ramiz Mehdiyev də vəzifəsindən azad olundu. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Ramiz Mehdiyev orada da intriqalardan əl çəkmədi. Akademiyadan istefa verən Ramiz Mehdiyev bir müddət sonra binaya şəxsi əşyalarını götürmək üçün gəldiyini bildirsə də, sonradan məlum oldu ki, o, akademiyada məhz Akademiya prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə Rusiya Elmlər Akademiyası prezidentinin köməkçisi ilə görüş keçirib. Eləcə də yay aylarında Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə də mediada məlumat yayıldı. Görüşün tarixi Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf edirdi. Qeyd edək ki, Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının yoxlamaları nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasında çox sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb. Mediada yayılan məlumatlara görə Mehdiyevin ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız hesabsız daşınmaz əmlak, bank və böyük şirkətlərdə əmlak payları var. Yeri gəlmişkən Ramiz Mehdiyev dövlət mükafatlarından da məhrum ola bilər. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 Dövlətə xəyanət və 193 1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır. Məsələn, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib. Hüquqşünaslar bildirir ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayətlər törətməkdə ittiham edildiyi üçün onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsi məsələsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Qeyd edək ki, 2025-ci il oktyabrın 14-də Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barəsində cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.